Əl-Mənar təfsirinin müəllifi yazır. Cəddimiz İmam Sadiq əleyhissalam belə nəql etmişdi ki, aləmin dedikdə yalnız insanlar nəzərdə tutulur. Tacul Ərus, cild 8, səhifə 407. O, daha sonra əlavə olaraq qeyd edir. Quranda da aləmin sözü bu mənada işlədilmişdi. Məsələn, aşağıdakı ayəyə diqqət edək. Aləmləri xəbərdar edib, qorxutmaqdan ötürü öz quluna Furqanı, Quranı nazil edən kəs tükənməz, bərəkətli və xeyirlidir. Furqan surəsi 1-ci ayə. Əl-Mənar təfsiri, cild 1, səhifə 51. Quranda aləmin sözünün işləndiyi yerə diqqət yetirsək, görərik ki, bu söz əsasən insanlar üçün işlədilsə də, bəzi hallarda geniş çərçivəni əhatə etmiş və insanlardan başqalarına da şamil olmuşdu. Məsələn, aşağıdakı ayəyə diqqət yetirək. Həmd göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha məxsusdur. Cəsiyə surəsi 36-cı ayə. Firon dedi, aləmlərin Rəbbi nədir? Musa dedi, əgər ağlınız və şuurunuz varsa, bilin ki, o göylərin, yerin və onların arasında olanların Rəbbidir. Şüəra surəsi 23-24-cü ayələr. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.